Bu məşhur elektronika mağazaları insanları belə aldadırmış. Rəsmi açıqlama. Prezident yanında Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyektinə qarşı tədbir görüb. Report bu barədə agentliyə istinadən xəbər verir. Məlumata görə qurumlara daxil olmuş şikayətlər əsasında 6 təsərrüfat subyekti Baku Electronics, ABC Telekom və Trust Lux MMC-lər, eləcə də fiziki şəxslər Quliyev Pərviz Məhəmməd Hüseynoğlu, Qurbanov Vüsal Nərimanoğlu və Vəliyev Dadaş Azadəlioğlu barəsində rəqabət qanunvericiliyinin tələblərinə uyğun olaraq ilkin araşdırma aparılıb və haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub. Qeyd olunan təsərrüfat subyektləri haqqında rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və işə baxılması üzrə müvafiq qərarlar qəbul edilib. İşə baxılmanın yekununda Baku Electronics'in Yoshiro markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsal ölkələrinin Çin və Özbəkistan olmasına baxmayaraq, məhsulların reklamı zamanı eləcə də qablaşdırılmasında Yapon ənənəsi, Yapon keyfiyyəti kimi ifadələrdən istifadə etməklə onların Yaponiyada istehsal olunduğu təəssüratı yaratdığı, həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması ilə haqsız reklamdan istifadə etdiyi və bununla da rəqabət məcəlləsinin tələblərini pozduğu müəyyən olub. Həmçinin ABC Telekomun Hoffman markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırılmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da rəqabət məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.